Belə xoş gəlib səfa götürüblər. Yallah, Xoş görmüşsün. salam. Bu nədir qonaqların sumusan Salam çaya? əleykum. Salam meleciğim. Evdən nə qədər ləziz yeməklər var gətirsin çox. Salam meleciğim. Salam meleciğim. İsrafilin çöreği halal çöreğiydi. Suyumdan için. Bizim kız ele xörəklər pişirir ki, yeməkdən doymaq olmaz. Maş. İsrafil, oğul, qalx. Qalx əziz qonaqlar üçün toğlunu kəs. Ne var ne yok? Dünən möhkəm yağış yağırdı. Qoyunları qurd dərəsindən indirəndə dördünü beşini sel apardı. Getdim İlayət müəllimin yanına. O əjdaha, Dedim ay İlayət. o əjdaha xaricdə yenə peyda olub. Nə əjdaha, nə danışırsan? Qəzetlər də yazır. Deyirlər gözü ilə görənlər də var. Eşitməmsən, göldə yaşayır. Çox qəribədir. Doğrudan da o əjdahadan xaricdə varsa, bəs o əjdahadan niyə bizdə yoxdur? Heç əcdanın yeridir. Geç mətləbə. Sənə əcdaha lazımdır. Yox, mənim neyimə lazımdır. Elə mənə də lazımdır. Nə var nə yox Bradiyaqa? Hə, onu deyirəm da, 7 dənə qoyunumu sel apardı. Sən söhbətini elə, hə? İlayət müəllimin Gerek ki yanına. onu belə deyirlər də. Bax sizdən, bağban bizdən, otaq bizdən, çıraq sizdən, əl bizdən, ətək sizdən, qız sizdən, Necə? o da bizdən. Siz bununla nə demək istəyirsiniz? Demək istəyirdim, biz demək istəyirik. Ki Gülbalanın xoşbaxt ailə qurmasına xeyir dua verəsiz. Və sənlə Yasəmənin Xoşbəxt ailə. İsrafil tez ol, sen öl gelibler. Sən nə deyirsən? 7 nefer revizor. Heç bir ailə söhbəti ola bilməz.